Qarabağın erməni basqınlarından müdafiə tədbirləri AXC yaranarkən ermənilərin məqsədi Qarabağın dağlıq hissəsini zorla Ermənistana birləşdirmək idi. 1918-ci ilin yayında Andranikin və digər erməni generallarının rəhbərlik etdiyi quldur dəstələri Zəngəzur, Naxçıvan, Qarabağda soyqırım törətdilər. Bu dövrdə Qafqaz İslam ordusu diqqəti Bakının azad edilməsinə yönəltdiyi üçün ermənilərin qırğınları genişləndirildi. Bakının azad edilməsindən sonra AXC hökuməti Qafqaz İslam ordusunun bir hissəsini Qarabağa göndərdi. Nəticədə Qarabağda AXC-nin hakimiyyəti bərqərar edildi. Azərbaycanlı əhaliyə qarşı soyqırımların qarşısı alındı. Bölgədə sabitlik təmin olundu. Lakin 1918-ci ilin noyabrında Osmanlı qoşunlarının Azərbaycanı tərk etməsindən sonra ermənilər yenidən fəallaşdılar. Zəngəzuru və Qarabağın Azərbaycanlı əhalisini erməni vəhşiliyindən qorumaq məqsədi ilə AXC hökuməti 1919-cu ilin yanvarında Qarabağ General Qubernatorluğunu yaratdı. Qubernatorluğun ərazisinə Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qəzaları daxil idi. Qarabağ General Qubernatoru vəzifəsinə Milli Azadlıq Hərəkatının görkəmli xadimlərindən biri, AXC-nin ilk hökumətində hərbi nazir olmuş Xosrov bəy Sultanov təyin edildi. Qubernatorluğun mərkəzi Şuşa şəhəri idi. Qarabağda bu vəzifənin təsis edilməsinə və düşməni adlandırdığı Xosrov bəy Sultanovun bu vəzifəyə təyin olunmasına ermənilərin etirazı nəticəsiz qaldı. Xosrov bəyin Qarabağda tədbirləri. Andranikin Qarabağa basqınlarına son qoyuldu. Qarabağda pozuculuq fəaliyyəti aparan Erməni Milli Şurasının fəal üzvləri General Thompsonun yardımı ilə ölkə hüdudlarına çıxarıldı. Şuşanın erməni əhalisi separatçıların fitnəkarlığına görə Xosrov bəy Sultanova məktub yazaraq onun şəxsində Şuşanın müsəlman əhalisindən üzr istədi. 1919-cu ilin avqustunda Qarabağın dinc erməni əhalisi AXC hakimiyyətinə tabe olmaqla bağlı hökumətlə saziş imzaladı. Bununla da bölgənin dinc erməni əhalisi Azərbaycan hakimiyyətini tanımalı oldu. Zəngəzura ermənilərin ərazi iddiaları. Qarabağda sabitlik yaradıldıqdan sonra 1919-cu ilin payızında Zəngəzurda müsəlman əhaliyə qarşı cinayətlərin və işğalın qarşısını almaq üçün tədbirlər görüldü. Sonra isə İngilis komandanlığının vasitəçiliyi ilə AXC ilə Ermənistan Respublikası arasında 1919-cu ilin noyabrında Tiflis sazişi imzalandı. Tiflis sazişinə əsasən hər iki tərəf qoşunlarını Zəngəzurdan çıxarmalı idi. Lakin Tiflis sazişinin imzalanmasından bir neçə gün sonra Ermənistan onun şərtlərini pozaraq bölgəyə qoşun göndərdi. Naxçıvana ermənilərin ərazi iddiaları. 1918-ci ildən erməni silahlıları Naxçıvanın müsəlman əhalisinə qarşı da qırğınları genişləndirdi. 1918-ci ilin 4 iyun Batum müqaviləsinə əsasən həmin ayda Naxçıvana gəlmiş Osmanlı qoşunları yerli silahlı dəstələrin yardımı ilə bölgənin müdafiəsini möhkəmləndirdilər. Lakin Osmanlı dövləti 1-ci Dünya müharibəsində məğlubiyyəti onun Mudrus müqaviləsinə əsasən 1918-ci ilin oktyabrın sonu, noyabrın əvvəllərində qoşunlarını Naxçıvanda daxil olmaqla Azərbaycandan çıxardı. Bundan sonra erməni quldur dəstələri Naxçıvanda yenidən fəallaşdılar. 1918-ci ilin noyabrın əvvəllərində vətənpərvərlər Naxçıvanda Araz Türk Respublikasını yaratdılar. Araz Türk Respublikasının yaradılmasında məqsəd dinc müsəlman əhalini erməni təcavüzündən müdafiə etmək, ərazinin Ermənistan tərəfindən işğalına yol verməmək. Araz Türk Respublikasının Cənub-Qərbi Azərbaycan adı ilə AXC-yə birləşməsi xahişini nəzərə alan hökuməti bunu təmin edərək 1919-cu ilin fevralında Naxçıvan General Qubernatorluğunu yaratdı. 1919-cu ilin fevral ayında Naxçıvan General Qubernatorluğunun fəaliyyəti. Bəhram xan Naxçıvanski Naxçıvan General Qubernatoru təyin edildi. Qubernatorluğun ərazisinə Naxçıvan, Ordubad, Şərur, Dərəlyaz və Veydibasar ərazisi daxil idi. Lakin Cənubi Qafqazda İngilis komandanlığının Naxçıvan məsələsində ermənipərəst mövqeyi
1919-cu ilin mart-iyul aylarında burada erməni idarəçiliyinin fəaliyyət göstərməsinə şərait yaratdı. Buna görə də Naxçıvan General Qubernatorluğu bölgədə 5-6 ay fəaliyyətini qura bilmədi. Nəhayət AXC-nin güclü diplomatik təzyiqi və yerli əhalinin qətiyyəti sayəsində Naxçıvandakı erməni işğal rejimi ləğv edildi. 1919-cu ilin avqustunda Səməd bəy Cəmillinskinin başçılığı ilə Naxçıvan General Qubernatorluğu fəaliyyətə başladı.